Salam əziz izləyicilərim. 2025-ci il may ayı əhatə edən büdcələr haqqında illik proqnozları nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlcə bir məlumatda xatırladım ki, YouTube kanalımda büdcələr haqqında həm illik, həm aylıq, həm də digər maraqlı proqnozlar paylaşıram. YouTube kanalıma abunə olub digər proqnozları da izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız. İndi isə keçək proqnozlarımıza. Beləliklə, Qoç bürcü. May ayı Qoçlar üçün 2025-ci ilin ən uğurlu aylarından biri olacaq. Mayın ilk günlərində köhnə sevgililərinizlə münasibətin yenidən bərpa olunması gözlənilir. Həm də mayın ilk 18 günündə iki müxtəlif istiqamətdən iş təklifləri də ala bilərsiniz. Bu işlər sizi o qədər də qane etməsə də, hal-hazırki dövrdə gəlirlərinizi müəyyən qədər qarşılayacaq. Ancaq iş sizin ürəyinizdə olan iş olacaq. Gözlənilməz istiqamətdən gələn təklifləri qəbul etsəniz daha yaxşı olar. Həm də may ayı ərzində 3 dəfə müxtəlif istiqamətlərdən gəlir əldə edəcəyiniz görünür ki, biri mayın 4-dən 9-na qədər olan dövrdə, ikisi isə mayın 3-cü 10 günlüklərində olacaq. Bu ay ümumiyyətlə iş, sevgi və karyera üçün uğurlu aydır. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranızla bağlı baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Qoçlar üçün bu aya olan proqnozlarımız bu qədər. Boğa bürcü. May ayı boğalar üçün o qədər də xoşa gəlməz ay deyil. Odur ki, mayın ilk 12 günü həm iş, həm karyera baxımından uğurlu zamandır. Yeni iş təklifləri də ala bilərsiniz, gəlir də əldə edə biləcəksiniz, karyerada da yüksəlmək şanslarınız var. Ayın 12-dən 18-nə qədər olan dövrdə isə bir qədər işləriniz ağır olacaq. İşlərinizin ağır olmasına baxmayaraq problemlərin yaranacağı görünmür. Həm yatırım etməklə bağlı, həm də borclarınızı qaytarmaqla bağlı uğurlu zamandır. Bu müddətdə ailə və övladlarınıza da vaxt ayırmağı unutmayın. Mayın 18-dən 24-nə qədər olan dövrdə isə çalışın ki, ətrafınızdakı insanlara kələk gəlməyəsiniz. Əsasən də sevgi məsələlərində kələk gəlmək olmaz. Bunların üstü açılar, ifşa olarsınız və sizin üçün pis nəticələnər. Mayın son günləri isə iş və sevgi münasibətləri üçün uğurlu zamandır. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Boğalar üçün bu aylıq olan proqnozlarımız bu qədər. Əkizlər bürcü. May ayı əkizlər üçün müəyyən xoşa gəlməzliklər olsa da uğurlu aylardan biridir. Ayın ilk günlərində həm əvvəldən yığılmış borclarınızı qaytara biləcəksiniz, həm də yatırımlar üçün də uğurlu zamandır. Ümumiyyətlə alqı-satqı üçün də uğurlu zamandır. Ayın 12-sinə qədər olan dövrdə gəlirləriniz də ola bilər. Ayın 12-sindən 18-nə qədər olan dövr isə ətrafdakı insanlarla mübahisələr və münaqişələrin yaranacağı görünür. Elə xoşa gəlməzlik dedikdə də bunu nəzərdə tuturuq. Odur ki, ətrafdakı insanlarla münasibətə diqqət yetirməlisiniz. Əgər mübahisələr və münaqişələr yaranarsa, bunun səbəbkarı və təqsirkarı siz olacaqsınız. Ayın 18-dən 24-nə qədər olan dövrdə yeni iş təklifləri ala bilərsiniz. Bu təkliflər sizin üçün xoşa gələn təkliflər olacaq, cazibəli təkliflər olacaq. Ona görə də qazancını nəzərə almadan təklifləri qəbul etsəniz daha yaxşı olar. Ayın son həftəsi isə karyera və qazanclar üçün uğurlu zamandır. Əgər xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Əkizlər üçün bu aylıq bu qədər. Xərçəng bürcü. May ayı xərçənglər üçün münasibət baxımından o qədər də xoşa gələn ay deyil. Mayın ilk həftəsində və 22-sindən 26-sına qədər olan dövrdə münasibətlərlə bağlı problemlərin yaranacağı gözlənilir. Mübahisələr və münaqişələr yaranarsa, bunun səbəbkarı və təqsirkarı siz olacaqsınız. Odur ki, diqqətli olun. Ayın 6-sından 18-nə qədər olan dövrdə isə gəlir də əldə edə biləcəksiniz. Karyeranızla bağlı yeni səyahətdə gözlənilir. Bu səfər təxminən ayın ortasına gözlənilir.
Ayın son həftəsi isə iş və karyera üçün uğurlu zamandır. Xüsusi şəkildə özünüzə, sağlamlığınıza, işlərinizə və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Xərçənglər üçün bu aylıq bu qədər. Şir bürcü. May ayı şirlər üçün ilin ən uğurlu aylarından biridir. Mayın ilk günləri işlə bağlı səfərləriniz olacaq. Ayın 8-dən 13-ünə qədər olan dövrdə xərclərinizin çoxalacağı görünür, ancaq hər şeyin öhdəsindən gəlmək mümkün olacaq. Ayın 12-sindən sonuna qədər olan dövrdə isə 3 müxtəlif istiqamətdən gəlirlərinizin olacağı görünür. Yeni iş təklifləri də ala bilərsiniz, karyera ilə bağlı yüksəlişiniz də olacaq. Özünüzə, sağlamlığınıza, iş və karyeranıza bağlı baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Şirlər haqqında bu aylıq bu qədər. Qız bürcü. May ayı qızlar üçün xoşa gəlməz aylardan biridir. Ayın ilk günlərində maddi baxımdan aldanma ehtimalınız var. Odur ki, əmin olmadığınız heç nəyə imza atmamağa çalışın. Ayın 5-dən 20-sinə qədər olan dövrdə isə xərclərinizin həddən çox artacağı görünür. 2 müxtəlif istiqamətdə xərclərinizin çıxacağı görünür ki, bunlardan ikincisi boşuna yaranmış məsrəflər olacaq. Odur ki, səhv addımlar atmamağa çalışın. Ayın 20-sindən 26-sına qədər olan dövrdə isə özünüzü əsəbi və gərgin hiss edəcəksiniz. Bu sizin sağlamlığınıza da mənfi təsir göstərəcək. Ayın son günlərində isə problemlərin bir qədər səngiyəcəyi görünür. Çalışın ki, işlə başınızı qata biləsiniz ki, problemlərdən bir qədər uzaq olasınız. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Qızlar haqqında bu aylıq bu qədər. Tərəzi bürcü. May ayı tərəzilər üçün bir qədər dəyişkən və çətin aylardan biri olacaq. Mayın ilk 15 günündə 2 müxtəlif istiqamətdə xərclərinizin çıxacağı görünür. Ancaq mayın 1-ci 10 günlüyündə büdcənizdə artım da olacağı görünür. Mayın 15-dən 20-sinə qədər olan dövrdə daha çox sağlamlığınıza diqqət yetirməlisiniz. Mayın 20-sindən 24-nə qədər olan dövrdə yeni təkliflər ala bilərsiniz. Təkliflər sizin üçün cazibədar təkliflər olacaq. Odur ki, gəliri yüksək olmasa da qəbul etməyə dəyər. Ayın son günlərində büdcənizdə artım olacağı da gözlənilir. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Tərəzilər haqqında bu aylıq bu qədər. Əqrəb bürcü. May ayı əqrəblər üçün bir qədər xoşa gəlməz aylardan biri olacaq. Ayın ilk yarısında 3 müxtəlif istiqamətdə xərclərinizin çıxacağı görünür. Bunlardan biri boşuna çıxmış məsrəflər olacaq. Ayın ikinci yarısında isə işlərinizin bir qədər ağır olacağı görünür. Əsasən də 15-i 20-si aralığında işlərinizin ağır olacağı görünür. İşlər sizi yorsa da zəhmətinizin bəhrəsini görə biləcəksiniz. Ayın 21-dən 24-nə qədər olan dövrdə münasibətlərə diqqət yetirməlisiniz. Çalışın ki, ətrafdakı insanlarla problemləriniz yaranmasın. Mübahisələr və münaqişələrdən uzaq durun. Ayın son günləri isə karyera baxımından uğurlu zamandır. Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, iş və münasibətlərinizə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Əqrəblər üçün bu aylıq bu qədər. Oxatan bürcü. May ayının birinci yarısı oxatanlar üçün bir qədər uğursuz ola bilər, ikinci yarısı isə hər şey qaydasında olacaq. Mayın birinci yarısında 2 müxtəlif istiqamətdə xərclərinizin çıxacağı görünür. Bunlardan birincisi boş yerə çıxan məsrəflər olacaq. Ayın 10-na qədər sağlamlığınızla bağlı müxtəlif problemlərin də yaşanacağı görünür. Çalışın ki, sağlamlığınızı diqqət mərkəzində saxlayasınız. Ayın 15-dən 21-nə qədər olan dövrdə yeni təkliflər ala bilərsiniz. Bu təkliflər qazancı çox olmasa da sizin üçün maraqlı və cazibədar olacaq. Həmin təklifləri qəbul edə bilərsiniz. Həm də əvvəllər münasibətinizin pozulduğu sevgilinizlə münasibətlər də qaydasına düşə bilər. Ayın son 10 günlüyündə 2 müxtəlif istiqamətdən gəlirlər əldə edəcəyiniz görünür. Bunlardan ikincisi daha yüksək gəlir olacağı görünür.
Yenə də xüsusi şəkildə özünüzə, sağlamlığınıza, münasibətlərə, iş və karyeranıza baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Oxatanlar üçün bu aylıq bu qədər. Oğlaq bürcü. May ayı oğlaqlar üçün uğurlu aylardan biridir. Ay ərzində 2 dəfə müxtəlif istiqamətdə xərclərinizin çıxmasına baxmayaraq, gəlirlərinizin də olacağı görünür. Mayın 1-ci 10 günlüyündə gəlir əldə edə biləcəksiniz. Büdcənizdə xeyli məbləğdə artım gözlənilir. Ayın 18-dən 24-nə qədər olan dövrdə əsəblərinizin bir qədər gərgin olacağı görünür. Bu bir neçə gündə aradan qalxmış problemlərlə öz həllini tapacaq. Ayın son həftəsi isə iş və karyera üçün daha uğurlu zamandır. Yenə də özünüzə, karyeranıza, işinizə, ailə və sevgi münasibətlərinizə xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Oğlaqlar haqqında bu aylıq bu qədər. Dolça bürcü. May ayı gərginliklərlə dolu olsa da uğurlu aylardan biridir. Mayın 2-dən 6-sına qədər olan dövrdə və 12-dən 17-sinə qədər olan dövrdə daha çox sağlamlığınıza diqqət yetirməlisiniz. Bu işlə bağlı olan yorğunluqlardan da irəli gələn problemlər ola bilər ki, işə həddən artıq çox vaxt ayırırsınız və bu sağlamlığınıza da mənfi təsir göstərir. Mayın 4-dən 10-na qədər olan dövrdə büdcənizdə artım olacağı görünür. Mayın 18-dən 24-nə qədər olan dövrdə yeni iş təklifi ala bilərsiniz. Bu sizə az gəlir gətirsə də sizin üçün maraqlı bir təklif olacağı görünür. Mayın son həftəsi isə karyera və gəlirlər üçün uğurlu zamandır. Büdcənizdə ikinci dəfə yenidən artım ola bilər. Əgər özünüzə, münasibətlərinizə, iş və karyeranıza xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizimlə WhatsApp vasitəsilə əlaqə yarada bilərsiniz. Dolçalar haqqında bu ay üçün olan proqnozlarımız bu qədər. Balıqlar bürcü. May ayında olan bəzi xoşagəlməzlikləri nəzərə almasaq, ay uğurlu aydır. Xüsusən də iş və karyera baxımından uğurlu aydır. Ayın ilk həftəsi və 13-dən 20-sinə qədər olan dövrdə daha çox işə vaxt ayıracaqsınız və gərgin şəkildə işləməli olacaqsınız. Ancaq ayın ilk həftəsində işlədiyinizin, yəni zəhmətinizin bəhrəsini elə ayın 1-ci 10 günlüyündə alacaqsınız. Odur ki, büdcənizdə artım olacağı gözlənilir. Ayın 2-ci 10 günlüyündə daha çox işə vaxt ayıracaqsınız. Bu isə ailə və övladlarınızın yaddan çıxmasına səbəb olacaq. Yəni onlara vaxt ayıra bilməyəcəyinizə səbəb olacaq. Bu isə ailə daxili mübahisələrə və münaqişələrə səbəb ola bilər. Bir qədər sizi çətin başa düşsələr də, müəyyən qədər də təqsirin sizdə olacağı görünür. Odur ki, sevdiyiniz insanlara da vaxt ayıra bilsəniz yaxşı olar. Ayın son həftəsi isə artıq işlər qaydasına düşəcək. Həm iş baxımından, həm də münasibətlər baxımından müəyyən qədər sakitçiliyin olacağı görünür. Yenə də özünüzə, münasibətlərinizə, iş və karyeranızla bağlı xüsusi şəkildə baxdırmaq istəyirsinizsə, bizə WhatsApp vasitəsilə müraciət edə bilərsiniz. Dolçalar haqqında bu aylıq proqnozlarımız bu qədər. Əziz izləyicilərim, bu aylıq proqnozlarım bu qədər. YouTube kanalıma abunə olub digər proqnozlarda izləyə bilərsiniz. Kanala abunə olarkən zınqrov işarəsini vurmağı unutmayın ki, yeni videolar yüklənərkən xəbərdar olasınız.